Hə qızım. Mən bu gün mamamgilə getmək istəyirəm. Ramazandan soruşmaq gərək qoyursa, sənin üçün də problem yoxsa gedə bilərəm. Anamgilə getmək istəyirsən? Hə, Ərvə dünən getdi, mən kiməm nə deyəcəm çocuğa? Çox sağ ol, xala. Hay getdim. Telefonum hanım. Alıb, Ramazan. Bax, arvadın yenə çönlüyün quşu uçub anasının xarabasına. Onun abada qoymağa getməyə. Eşitdin məni? Mama, niyə getməsin ki? Axırıncı dəfə yazıq yeni ildə çıxıb evlərindən. Qoy getsin. Çıxmam sənə baş belə zadun vaxtı gəlib də ona görə gedir yenə. Nə? Heç nə. Bax, mən sənə sözüm dedim. Özüm təzyiqli adamam, təzyiqimi qalxarıb mən evdə tək qala bilmərəm. Bir yolla arvadı başa sal ki, anasının evinə olmaz. Onun anası anadır, sən ana dörbəz. Mən evdə tək qalım. Yaşlı arvad. Bax, qoyma, eşitdin məni? Həyatım, mən bu gün mamamgilə getmək istəyirəm. Mama da dedi, Ramazan görə qoyursa get. Gedə bilərəm. Ömrüm, bəlkə getməyəsən. Mama da evdə tək qalmasın da yazıqdır. Təzə gəlmişsən, həm də getmə. Axırıncı dəfə yenə də getmişəm. Həm də getsən, pul lazımdır. Gəl nəsə alıb aparasan, yol pulsu var. Əlimiz də biraz aşağıdır. Getmək istəyirsən bu gün. Bala, gedirsən ananın evinə? Yox, getmirəm day. Niyə? Ramazan dedi, əlimiz biraz aşağıdır, başqa vaxt gedərik. Hə, bax da nə tər məsləhətdir. Ərinin sözündən çıxma bala.